Mən Əliyev Nizami Eldaroğlu, Aspetrol şirkətində işləyirəm. Bura gələnə qədər mənim bir müharibə yolum olub, inanmayacaqsınız, amma 50-liyim də olub. ...27 sentyabr 2020-ci ildə Ali Baş Komandanın əmri ilə tabur komandirləri olaraq xüsusi təyinatlı qüvvələrin tərkibində Füzuli, Cəbrayıl istiqamətində döyüşlərə başlamışıq. 30 sentyabr tarixində Füzuli rayonun Qaraxanbəri kəndi istiqamətində döyüşlərdə ağır yaralanmışam. Yaralanmam onurğa beyin ağır zədələnməsi, boyun hissəsində qəlb yarası idi. Uzun müddət hərbi hospitalda müalicədən sonra Sosial Müdafiə Nazirliyi tərəfindən 50-liyim təyin olunduqdan sonra müxtəlif reabilitasiya mərkəzlərində elektroforez, fonoforez, kiçik motorikanın inkişaf istiqamətində müalicələr, oynaq hərəkətləri üçün spesifik məşqlər, çiyin çarxı ilə hərəkətlər, əzələ stimulyasiyası və əzələləri inkişaf elətdirmək üçün spesifik məşqlər kimi reabilitasiya xidmətlərindən istifadə etdim. Mən reabilitasiya oldum. İşləyirəm, cəmiyyət içərisindəyəm, cəmiyyətə qayıtmışam. İşlədiyim qurumda, kollektiv arasında özümü gözəl hiss eləyirəm, cəmiyyətə yararlı hiss eləyirəm və bunun nəticəsində də dediyim kimi cəmiyyətə qayıtmış hiss eləyirəm özümü. İstəyirəm hamı bilsin ki, mənə əlillik yox, sağlam şəkildə həyata davam etmək lazımdır.